Həzrəti İmam Əli əleyhissalamın mübarək mövlud günüdür. Həzrəti Əli əleyhissalam Kəbədə dünyaya gəlmiş yeganə insandır və Həzrəti Əli əleyhissalam bir çox ilklərin, bir çox nümunələrin, bir çox fəzilətlərin sahibi, Həzrəti Peyğəmbərin canişini xanım Zəhranın vəfalı həyat yoldaşı Həsən Hüseynin və digər imamların atası, möminlərin əmiri, Allahın vəlisi və eyni zamanda Natiq-i Qur'anın dünyaya gəlişidir. Bu münasibətlə də başda Mövlamız Həzrəti Məhdi əleyhissalam olmaqla bütün möminlərə, Əhl-i Beyt sevənlərə, Əli sevənlərə mübarək olsun, təbrik deyirik. İnşallah o ağanın ziyarəti bu dünyada və qiyamətdə şəfaəti inşallah hər birimizə şamil aid olsun. Salavat deyə Muhammed Ali Muhammed.